Şaftalı sezonu bitməmiş bu piroqu mütləq hazırlamalısınız. Listə şəkər tozu tökürük. Üzərinə dilimlənmiş şaftalı əlavə edirik. Hər bir tərəf. Oğlum şaftalı dilimlərini listə yerləşdirərkən mən isə keksi hazırlayıram. Bir qaba yumurta əlavə edib, üzərinə şəkər tozu, bir çimdik duz əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Süd, kərə yağı və un əlavə edirəm. Xəmir hazır. Xəmiri hazırlayarkən isə listi sobaya vermişdim. Yəni şaftalı biraz bişir. Sonra isə xəmiri belə əlavə edirik şaftalıların üzərinə. Qoyuruq bişməyə. Bişdikdən sonra dilimləyib tərs çeviririk və servis edirik. Yanında da qəşəng bir pürrəngi çay. Bəh bəh bəh. Çox da yaxşı köpməsə də çox dadlı idi, əmin olun. Videonu bura qədər izlədinizsə mütləq like edin. Hələlik Allah'a əmanət olun hər biriniz.